Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə ünvanlı dövlət sosial yardımının qaydalarının dəyişməsi ilə bağlı ətraflı məlumat verəcəyik. Hesablanma qaydası, vergilərlə bağlı məlumat veriləcək. 2026-cı ilin ilk təyinatları, ilk SMS-ləri göndərilib, vətəndaşlara sosial yardımlar düşüb və bir çox vətəndaşlara SMS göndərilib. Bu haqda məlumat verəcəyik, kimlərə nə qədər sosial yardım düşüb və bundan sonra kimlərə nə qədər sosial yardım düşəcək videoda biləcəksiniz. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insan açılsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə bu cür videolar paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, videomuza keçid edək. 2026-cı ilin ilk təyinatlarını və hesablamalarını sizlərə göstərək. 4 nəfərlik ailə üçün ünvanlı sosial yardımın təyin olunma məbləğini görürsünüz. Vətəndaşlara gələn SMS-lərdir ki, sizlərlə paylaşırıq. Hansı ailələrə nə qədər SMS, yəni təyinat verilib, nə qədər SMS göndərilib və rəqəm nədir? Ətraflı şəkildə paylaşırıq. 4 nəfərlik ailəyə təyin olunan ünvanlı dövlət sosial yardım məbləği 2026-cı il üçün gələn SMS-dir bu. 389 manat 52 qəpik miqdarında ünvanlı dövlət sosial yardımı təyin olunub. Digər bir ailəmizə təyin olunan sosial yardımı sizlərlə paylaşırıq. 298 manat 70 qəpik miqdarında təyinat verilib ki, bu da 3 nəfərlik ailə üçün təyin olunan sosial yardım məbləğidir. Digər sosial yardım məbləği 2 nəfərlik ailə üçün, yəni bir ana, bir uşaq üçün təyin olunan sosial yardım məbləği 2 nəfər üçün 199 manat 80 qəpik miqdarında, təxmini 200 manat demək olar. Növbəti sosial yardım məbləği isə 5 nəfərlik ailə üçün təyin olunub 493 manat 42 qəpik miqdarında. 5 nəfərlik ailə üçün təyin olunan ünvanlı sosial yardımı sizdə görürsünüz ekranda. Və 6 nəfərlik ailə üçün isə ünvanlı dövlət sosial yardımı 596 manat miqdarında təyin olunub. Ötən il 6 nəfərlik ailə üçün 569 manat miqdarında sosial yardım təyin olunurdu. Bu ilki hesablama ilə 596 manat təyin olunub. Təbii ki, bu da ailənin gəlirləri ilə bağlı məsələdir, hörmətli izləyicilər. Ailənin gəlirləri daha az olduqda, təbii ki, sosial yardım məbləği də 600 manatı keçir. Bundan əvvəlki videolarda hesablama qaydasını sizin üçün paylaşmışdıq. Hesablama qaydası yenə də yerindədir. Sadəcə ailənin gəlirlərindən asılı olaraq sosial yardım məbləğində azalma və ya artım ola bilər. Ünvanlı dövlət sosial yardımının qaydaları ilə bağlı kiçik bir məlumat verim, anlaşılmamazlığı sizlərlə paylaşım. Pay torpağı ilə bağlı vergi məsələsi var ki, gündəmdədir. Vergilər artırılıb. 2026-cı ilin yanvar ayından etibarən pay torpağı ilə sosial yardım alan vətəndaşlarımız üçün pay torpağında adı qeyd olunan vətəndaşlara görə, işsiz vətəndaşlara görə bir nəfər üçün 2026-cı ilə qədər, yəni keçən il 8 manat vergi ödənilirdisə, bu ildən artıq 20 manat vergi ödəniləcək bir nəfər üçün. Ancaq burada fərq odur ki, hörmətli izləyicilər, artıq sosial yardım alan vətəndaşlar üçün vergi ödəniləcək. Məsələn, belə izah edim ki, tutaq ki, torpaqda 5 nəfərin adı var. O 5 nəfərdən bir nəfər pensiya alır və ya bir nəfər əlilliyi var. Həmin iki şəxsə onsuz da vergi ödənişi olunmur və bir nəfər də rəsmi işi olduğu üçün vergi ödənişi olunmur. Yerdə qalır 2 işsiz vətəndaş. Və bu 2 işsiz vətəndaşdan hansı sosial yardıma müraciət göndərirsə, o zaman həmin vətəndaş üçün vergi ödənilir. Məsələn, bu 2 vətəndaşdan biri yalnız sosial yardım üçün ailə tərkibində müraciət edirsə, həmin vətəndaş üçün 20 manat vergi ödənişi və sabit qəbzin alınması kifayət edir. Hörmətli izləyicilər, bundan əlavə ünvanlı dövlət sosial yardımının təyin olunmasında önəmli məsələlərdən biri də kommunal xərc limitidir. Son günlərdə sosial şəbəkələrdə ünvanlı sosial yardımın təyin olunmasındakı kommunal xərc limitinin bir nəfər üçün 19 manat olacağı ilə bağlı məlumatlar yayılıb. Ancaq qeyd edim ki, bu məlumat həqiqəti əks etdirmir. Ünvanlı sosial yardıma bağlı kommunal xərc limiti belə ölçülür, hörmətli izləyicilər. Azərbaycanda minimum ehtiyac meyarının, yəni sosial yardım üçün ehtiyac meyarı və yaşayış minimumu bərabərdir, bilirsiniz. 300 manat təşkil edir. 285 idi və bu ildən 300 manata qaldırılıb. Azərbaycanda minimum ehtiyac meyarı və yaşayış minimumunun 15% miqdarındadır. 15% miqdarında kommunal xərc limiti var və bu da təxmini 45 manat edir. Bu il üçün kommunal xərc limiti ən azı bir nəfər üçün 45 manat təşkil edir. Yəni 19 manatlıq limit həqiqəti əks etdirmir. Bu cür məlumatların heç bir hüquq əsası yoxdur, hörmətli izləyicilər. Bu videoda isə vətəndaşlarımıza düşən sosial yardım məbləği ilə bağlı sizlərə məlumat verdik və pay torpağı ilə bağlı ötən videodan qalan anlaşılmamazlığı sizlərə bölüşdük. Əlavə sualınız olduqda isə təbii ki, yorumlar qismində yazmaqdan çəkinməyin. Biz yorumları hər zaman oxuyur və vətəndaşlara lazımı qədər məlumat verməyə çalışırıq.
Videomuz da yekunlaşdı. Növbəti videolarda görüşmək ümidi ilə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.